Bir zamanlar, bəli, bir zamanlar Gürcüstan adlı qonşu ölkəyə yol almaq adi bir həftə sonu planı idi. Elə ona görə də Azərbaycan vətəndaşlarının turizm üçün ən çox üz tutduğu ölkəyə çevrilmişdi. Təndir çörəyi, təmiz havası, xəngəli, biraz da əlverişli qiymətləri ilə cazibədar gələrdi insana. Gedənlərin 98%-i də quru yol seçərdi. Həm sərfəli, həm də illərin öyrəşdiyi yol idi. Nə ucuz bilet axtarışı vardı, nə də havalimanı stresi. 2019-cu ildə Gürcüstana səfər edənlər xərclərinin cəmi 17,8%-ni nəqliyyata ayırırdı. Yerdə qalan pulla da bazarlıq tamamlanar. Barjomi, sluguni çantaya yığılar. Biraz da qonşuya sovqat kimi aparılardı. Sonra dövran çevrildi. Sərhədlər bağlandı, qiymətlər şişdi. Hava yolundan başqa çarə qalmadı. 2024-cü ildə hava yoluna möhtac qalanlar cibindən 2 qat daha çox pul çıxarmalı oldu. Nəqliyyat xərcləri orta hesabla 31%-ə qalxdı. Yəni, elə bil pul yolda tökülə-tökülə gedir, axırda adam sərhədi keçəndə görür ki, nə gəzməyə halı var, nə də cibində yol yoldaşı. Bəs bu vəziyyətdən kimin qazandığını təxmin etmək elə də çətin olmamalıdır, hə? Covid gəlməmişdən əvvəl milyonlarla manat zərərlə işləyən Azərbaycan hava yolları, yəni Azal, 2022-dən sonra elə bil qanadlandı. Azal 2019-la müqayisədə 2023-cü ildə daşımalardan 464 milyon manat daha çox gəlir götürdü. Atalar demiş, Tanrı dəvəyə qanad versəydi, yıxmadığı dam qalmazdı. Elə dəvələr də qanadlandı, bizə qalan yıxılan damlar oldu.